44 günlük Vətən müharibəsində gecicəsinə düşmənlərə qarşı döyüşən və qazi olan Məhəmməd qardaş qazimizin övladı dünyaya gəlib, bu sevinclə bugün buraya yığışmışıq. Allah-u Teala övladına can sağlığı versin, özlərinə ömür versin. İnşallah bütün qazilərə Allah şəfa versin, şəhidlərimizə Allah rəhmət eləsin, yerlərini cənnətdə eləsin. Kəndimizi şəhidi Əhməd şəhidimizin adını öz babasına qoymağa məsləhət görür. Allah-u Teala bütün subaylara ailə qurmağa nəsib eləsin və bütün ailə quranlara övladlar Allah verib onları övladlarla sevindirsin inşallah. Allah razı olsun hər bir kəsdən, dəstək olan, hər tutan, zəhmət çəkən hər bir kəsdən. Sonra bacımızı da salamlayıram, təbrik edirəm, Allah mübarək olsun. İnşallah sizə layiq bir övlad olsun. Bunun xoş günlərini görmək Allah sizə nəsir eləsin. Övlad dünyaya gələndə təbrik edərlər, qavrılığı bildirmək və uşağa sağ qulağına azan verib, sol qulağına iqamət oxuyub və Quran ayələrini oxuyub, dua oxuyaraq övlada belə bir ad qoymaq və dua eləmək İslamiyyətdə gözəl sünnələrdə sayılır. İnşallah biz də bunu icra eləsək, Allah qoysa. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Allahümme salli ala seyyidina Muhammed ve ala ali seyyidina Muhammed ve sallim. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. İnşallah balamızın adına şəhidimizin adı olan Əhməd qoyuruq. Dördsarlığı Əhməd. Əhməd, Dülsar Əhməd tərif. Allah siyar edin. Baxt deyil, ömrü deyil, saflı deyil. Qazimiz Məhəmməd qardaşımıza onun yoldaşına verən bu övlad mübarək olsun. Allah bunun xeyrini görmək, bütün ailə, bütün qurban nəsib eləsin. Bunun adına şəhidimiz olan Əhməd qardaşımızın adı qoyulub. İnşallah o mübarək ad daşımağa, vətənə layiq bir, valideynlərə layiq bir, Allaha layiq bir bəndə, Peyğəmbərə layiq bir ümmətdən olmağa Allah nəsib eləsin. Bütün belə xatalardan Allah qorusun. İnşallah bütün dualarımızı Allah qəbul eləsin. Şəhidlərimiz, bütün şəhidlərin yerini Allah cənnətdə eləsin. Qazınlarımıza Allah şəfa versin. Əskərlərimizi Allah sərhədlərdə qorusun. Dövlətimizi, millətimizi, dinimizi qoca Allah qorusun. Bir daha Allah-u Teala vətənimizə, düşmənlərin terroru bizə göstərməsin. Allah-u Teala bugün qoşuq ki, qazimizin ad qoymaq mərasimində iştirak edirik. Allah-u Teala bütün qazilərə, bütün şəhidlərə inşallah, bütün onların valideynlərinə səbir versin, sağlıq versin, Allah rəhmət eləsin. Zəhməti olan burada iştirak edən hər bir kəsdən Allah razı olsun.